Hazır olun çünkü bugün birlikte Pinterest'te gördüğüm bu aksesuar qablarından hazırlayırıq. Bunun için bize lazımdır 250 qram havada quruyan gil ve sulu boya. Gili yaxşıca yoğurup yumuşaldıram və yaymaq üçün isə su qabından istifadə edirəm. Girdən kəsib çiçək qəlbi çıxardıram. Bunun üçün isə qaşıqdan kömək alıram. İlk hazırladığım çiçəyi bəyənmirəm, təzədən qarışdırıram. Çünki ləçəkləri daha qalın olmalı idi, üst-üstə gətirə bilməyimiz üçün. Səhv etdiyim hissələrdə göstərirəm ki, siz bunları təkrarlamayasınız. Artıq əlimizlə şəkil verib çiçəyə oxşada bilərik. Gili quruyan hissələrini biraz su ilə isladaraq təzədən hamarlaşdıra bilərsiniz. İstədiyimiz şəkli verdikdən sonra isə 24 saat açıq havada qurumağa qoyuruq. Geriyə isə qalır zövqümüzə uyğun rənglərdə çiçəyimizi boyamaq. Boya quruduqdan sonra isə üzərinə parlaq vernik çəkirəm ki, həm parıldasın, həm də ki daha uzun ömürlü olsun. Və nəticə budur. Sizcə necə alındı? Fikirlərinizi bildirməyi unutmayın.